Salam, hər vaxtınız xeyir. Bu gün qəbula düşən məsələnin izahına baxırıq. Deməli, düşməsi 2250 metr olan çayın meyliliyi 1.8 metr bölünsün kilometrdir. Miqyası 1 bölünsün 5 milyon olan xəritə üzərində çayın uzunluğunu müəyyən edin. Deməli, bizə düşməni verib, çayın meyliliyini də verib. Meyliliyin düsturunu yazırıq. M bərabərdir, çayın düşməsi bölünsün uzunluq. Çayın düşməsi isə çayın mənbəyi ilə mənsəbi arasında fərq edilir. Buradan düstura əsasən yerinə qoyuruq. 1.8 bərabərdir 2250 bölünsün L, yəni çayın uzunluğu. L-i də buradan tapanda 2250-ni bölürük 1.8-ə. O da eləyir 1250 kilometr. İndi isə ikinci hissəsinə gəlirik məsələnin. Miqyası verib bizə. Bilirsiniz ki, santimetr, kilometr çevrəndə 5 dənə 0 silirik. Qalır 50. Bizdən xəritə məsafəsini soruşur, bilmirik onu. Həqiqi məsafəmiz də çayın uzunluğuna bərabərdir. 1250 kilometr. Xəritə məsafəsini tapanda həqiqi məsafəni bölürük miqyasa. Yəni 1250-ni bölürük 50-yə, o da eləyir 25 cm. Cavab B variantı.